Anam 17 yaşında atamla tanış olub və ailə həyatı qurub. Atamın anası anamı heç sevmirdi, çünki bacısı qızını almaq istəyirdi. Anam evə gələndə nənəmlə əmim arvadı anama gün vermədilər. Həmişə anam xəstələnsin, atamdan ayrılsın deyə nənəmgil cadu edirdi. Nənəm yalandan sözlər uydurub anamı atama döydürürdü. Qardaşım dünyaya gəlib, sonra da mən dünyaya gələndə məni istəməyiblər. 7 yaşım olanda evdə çox söz-söhbət olurdu deyə Türkiyəyə getdik. 4 il ərzində hər şey çox yaxşı idi. Dayımın toyu olacaqdı deyə Azərbaycana qayıtdıq. Yenidən geri qaydanda anamla atam başladı dava etməyə. Bizim məktəbimiz özəl məktəbdir deyə pul lazım idi. Anam atamdan pul istədi. Atam da anama get nə ilə məşğul olursan ol, özün qazan dedi. Anam atamdan boşanmaq qərarına gəldi. Nənəm və qohumlar gəlib övladlarım var, ayrılma dedilər. Amma anam qulaq asmayıb boşandı. Anam evləndikdən sonra xəstələnib deyə mənə və qardaşıma 5 yaşına kimi nənəm baxır və mən də nənəmi öz anamdan daha çox sevirdim. Anamgil boşanandan sonra nənəmgil məni Azərbaycana gətirdi. Arxasıca qardaşım və atam gəldi. Anamı çağırdılar, amma anam gəlmədi. Atam anam haqqında pis sözlər deyirdi və biz də anama düşmən kimi idik. Atam evləndi və bir övladı oldu. Yoldaşı mənə pis davranmırdı, amma işini görməsəm saatlarca danışırdı. Qardaşım istəmirdi, yoxdan bir sözlər deyib qardaşımı söydürürdü. Qardaşım evdən çıxıb babamgilə yerləşdi. Anamıza düşmən kəsilmişdi, amma indi bilirik ki, düz kimdir. Anam da evlidir, amma bizə nə lazımdırsa edir. 16 yaşım var, 18 yaşım olsun anamın yanına gedəcəm. İndi hər şeyim olsa da ana və atanın yerini heç nə vermir.